Şəki rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməklə təqsirləndirilən 1991-ci il təvəllüdlü Təbrizin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqrafın əldə etdiyi xəbərə görə hadisə 20 noyabr 2024-cü ildə baş verib. Rayonun Başgöyünlük kənd sakini Təbriz həmin gün saat 14 radələrində özünə məxsus Mercedes-Benz 190 markalı avtomobili ilə yüksək sürətlə rayonun Qudulla kənd yolunda Şəki şəhəri istiqamətində hərəkət edib. O, idarəetməni itirib və avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sağ arxa oturacağında əyləşmiş 1998-ci il təvəllüdlü Mətanət xəsarət alıb, 1991-ci il təvəllüdlü digər sərnişin Zamir İsmailov xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 21-də xəstəxanada ölüb. Hadisəni törədən Təbrizin barəsində Cinayət Məcəlləsinin 263.2 yol hərəkəti və yol nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təbriz bildirib ki, təxminən 15 ildən artıqdır avtomobil idarə edir. Anama məxsus Mercedes-Benz 190 markalı avtomobili etibarnamə əsasında idarə edirəm. Noyabrın 20-sində təxminən saat 10 radələrində yaşadığım kənddə icra nümayəndəliyinin binasının qarşısında dayanmışdım. Həmkəndlim Zamir yanıma gəldi, Şəki şəhərinə gedib gəlməyimizin mümkün olub olmadığını soruşdu. Onunla razılaşdıq. Zamir maşının qabaq sağ oturacağında əyləşdi. Şəki avtovağzalı istiqamətində hərəkətə başladıq. Şəkidə düşüb çay içdik deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, Zamirin tanışı olan adını sonradan bildiyi Mətanət də ora gəlib. Hər ikisi avtomobilə əyləşdi. Zamir qabaq sağ oturacaqda, Mətanət isə arxa sağ oturacaqda oturdu. Zamir dedi ki, Şəkinin Qudulla kəndinə gedib oranı hərləndikdən sonra yaşadığımız Başgöyünlük kəndinə qayıdarıq. Avtovağzaldan çıxdıq, maşını üzü Qudulla kəndi istiqamətində sürdüm. Təxminən saat 14 radələrində Qudulla kəndinə çatmağa az qalmış, sürəti 120-yə qaldırdım. Bu vaxt partlayış səsi eşitdim. Avtomobilin arxa sol tərəfindən təkərin partladığını hiss etdim. Özümü itirdim, əlimi sükandan çəkdim. Avtomobil yolun əks istiqamətinə, kənardakı torpağa çıxdı və bir dəfə aşdım. Özümə gələndə təcili tibbi yardım avtomobilinin gəldiyini, Zamirlə Mətanəti təcili yardım avtomobilinə mindirərək apardıqlarını gördüm. Sonra məni də təcili yardım avtomobilinə mindirib Şəki rayon mərkəzi xəstəxanasına gətirdilər deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxslə və mərhumun hüquqi varisi ilə barışıq əldə edib, onun ifadəsinə görə himayəsində yaşlı ata və anası var. Əməlindən səmimi peşmançılıq çəkir. İş üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə Ağdar rayonunun Dəhnə Xəlili kəndində qeydiyyatda olmaqla tək yaşayır. Təxminən 3-4 aydır Zamiri tanıyırdım. Aramızda sevgi münasibətləri vardı. Noyabrın 20-sində təxminən saat 9 radələrində Zamirlə telefonla danışdım. Mənə Şəki rayonuna gəlməyimi, bir gün onunla qalmağımı təklif etdi. Əvvəl razılıq verməsəm də sonra razılaşdım deyə o ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, noyabrın 20-sində saat 10 radələrində Şəki avtovağzalına gəlib.
Orada Zamir və Təbriz mənə birlikdə dağa getməyi təklif etdilər. Mercedes-Benz 190 markalı avtomobillə əyləşdik. Birlikdə Şəki rayonunda tanımadığım yüksəklik olan yerə getdik. Orada biraz durduqdan sonra yenə avtomobilə mindik. Mən arxa sağ oturacaqda, Zamir qabaqda əyləşdi. Yolda Təbrizlə Zamir birlikdə Zamirin əlində olan mobil telefondakı TikTok sosial platformasında videolara baxırdılar. 15 dəqiqə keçərdi, qəfil qarşıdan üzərimizə avtomobil gəldiyini gördüm. Təbrizin fikri yayındığı üçün gələn avtomobili görmədi. Sükanı buraxdı, maşın yolun əks istiqamətinə çıxdı, 7-8 dəfə dövrə vuraraq açdı. Zamir zərbənin təsirindən avtomobilin pəncərəsindən çıxaraq yerə düşdü. Mən də Zamirin yanına düşdüm. Təbriz isə avtomobilin içərisində özü çıxdı. Mən və Zamiri təcili tibbi yardım avtomobilinə mindirdilər. Bizi Şəki rayon mərkəzi xəstəxanasına gətirdilər. Mənə ilkin tibbi yardım göstərdilər, deyə zərərçəkmiş ifadəsində göstərib. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində onun həyat yoldaşı çıxış edib. O bildirib ki, Şəki rayonunun Başgöyünük kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmirəm. Zamirlə 2012-ci ildə kəbinlə ailə həyatı qurmuşam. Rəsmi nikah olmasaq da 2024-cü ilədək ər-arvad münasibətlərində birgə yaşamışıq. 2013-cü il təvəllüdlü qızımız, 2017-ci il təvəllüdlü oğlumuz dünyaya gəlib, deyə hüquqi varis ifadəsində göstərib. Hüquqi varis qeyd edib ki, noyabrın 20-sində saat 16 radələrində Şəki rayonunun Başgöyünük kəndində yaşadığı evdə olan vaxt qaynanası ona yol nəqliyyat hadisəsinin baş verdiyini deyib. Qaynanam Qənirə ilə birlikdə xəstəxanaya getdik. Sonra məni və qaynanama evə yola saldılar. Noyabrın 21-də saat 6 radələrində qardaşım mobil telefonuma zəng edərək ərim Zamir İsmayılovun öldüyünü bildirdi, deyə Zamir İsmayılovun həyat yoldaşı ifadəsində belə göstərib. Bu cinayət işinə Şəki rayon məhkəməsində baxılıb. Təbriz 2 il müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilib, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.